Değerli dinləyicilər, Azərbaycan ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər, şagirdlər. Miq və sertifikasiya mətnləri silsiləsindən 9-cu mətnimizi təqdim edirəm. Sual gözünüzün qarşısındadır. Sualı bir dəfə özünüz oxuyursunuz. Mətni, videonu burada saxlayıb da sual oxuya bilərsiniz. Mən isə mətni sizin üçün səsləndirirəm. Yerin küre formasında olması haqqında ilk təsəvvürləri Yunan alimləri Fagor, Aristotel, Eratosfen, Ptolomey və başqaları irəli sürmüşlər. Eratosfen eramızdan əvvəl 276-194 və Əl-Biruni 973-1048-də yerin küre şəklində olduqlarını qeyd etməklə bərabər yerin çevrəsinin uzunluğunu da hesablamışlar. Magellan 1519-1522-ci illərdə ilk dəfə dünyanı dövr edərək yerin küre formasına malik olduğunu sübut etmişdir. Isaac Newton yerin tam küre formasında değil, fırlanma oxu boyunca sıxılmış ellipsoid formasında olmasını sübut etmişdir. Əslində, yer formasına görə heç bir həndəsi fiqura uyğun gəlmədiyi üçün onu geoid adlandırırlar. Mətni bir daha səsləndirirəm. Yerin küre formasında olması haqqında ilk təsəvvürləri Yunan alimləri Pifagor, Aristotel, Eratosfen, Ptolomey və başqaları irəli sürmüşlər. Eratosfen eramızdan əvvəl 276-194 və Əl-Biruni 973-1048-də yerin küre şəklində olduğunu qeyd etməklə bərabər yerin çevrəsinin uzunluğunu da hesablamışlar. Magellan 1519-1522-ci illərdə ilk dəfə dünyanı dövr edərək yerin küre formasına malik olduğunu sübut etmişdir. Isaac Newton yerin tam küre formasında değil, fırlanma oxu boyunca sıxılmış ellipsoid formasında olmasını sübut etmişdir. Əslində, yer formasına görə heç bir həndəsi fiqura uyğun gəlmədiyi üçün onu geoid adlandırırlar. Bu məqamda siz videonu saxlayırsınız, mətnin sualını cavablandırırsınız. Ondan sonra mətnin oxu şəklini gözünüzün qarşısına gətirirsiniz. İndi mən mətnin oxu şəklini gözünüzün önünə gətirirəm. Yenə oxu şəklində bu şəkildə videonu saxlayırsınız. Mətnin sualını şifahi şəkildə dinləyib cavablandırmağımızla oxuyub cavablandırmağımız arasındakı fərqi və ya üst-üstə düşməni müəyyən edəndən sonra keçirik keçən dərsimizdəki mətnin sualının izahını. Keçən dərsimizdə qurbağalarla bağlı bir mətin idi. Həmin mətndə səbəb-nəticə cədvəli verilmişdi və bizdən uyğunsuzluğu istəyirdi. Sual oxuyarkən həmişə diqqətli olmaq lazımdır. Məsələn, elə burada səbəb-nəticə cədvəlini görüm, doğru səbəb və nəticə məqamlarını götürüm, elə olmaz. Uyğunsuzluq istəyir burada. Ona görə uyğunsuz variantı götürəcək. Bir bəzi qurbağaların barmaqları arasında pərdə var. Qurbağalar uça bilirlər. Yəni dırnaq arasında uça bilirlər. Bəli, burada qeyd edir ki, budaqdan havaya tullanarkən barmaqlarını aralayaraq onların arasındakı pərdəni paraşüt kimi açırlar. Yəni bu, sanki quşun qanat açmasına bənzədiyi üçün, deməli, bəzi qurbağaların barmaqlarının arasında pərdə olması onların uça bilməsinə şərait yaradır. Bu doğrudur. Səbəb-nəticə əlaqəsi burada doğrudur. Qurbağalar onurğalıdır, hərəkətsiz əşyaları görmür. Bəli, qurbağalar onurğalıdır və qurbağalar hərəkətsiz əşyaları görmürlər. Amma bunun qurbağanın onurğalı olması ilə bağlılığı yox. Yəni, onun gözünün, fokusunun nəyinizsə səbəbindən qurbağalar hərəkətsiz əşyaları görmür. Ona görə iki uyğunsuzluqdur, biz ikini götürəcəyik. Qurbağalar rütubətli iqlimi sevirlər. Ona görə Antarktida yaşamırlar, bu fikirdə yanlışdır. Antarktida burada yazılmıyor ki, quru iqlimdir. Əksinə biz də bilirik ki, Antarktida soyuqdur. Həyati bilgilərimizə görə anlayırıq ki, qurbağalar sadəcə soyuqda yaşaya bilmirlər deyə yaşamırlar. Deməli, 3 də yanlış fikirdir. Belə çıxır ki, cavab B variantıdır, 4 səhvdir, görək 4, daha doğrusu 4 doğru cavabdır. Yəni, doğru deyəndə düzgün səbəb-nəticə əlaqəsi var, doğru səbəb-nəticə əlaqəsi var, ona görə 4-ü götürmüş. Cənubi Amerikada ağaca çıxan qurbağanın zəhəri çox güclüdür.
və bunun da nəticəsində bir damla zəhər insanı öldürür. Bu uyğunluqdur. 1 və 4 uyğunluq olduğu üçün 1 və 4 cavabına dəymirik. Uyğunsuzluq dedikdə 2 və 3-ü götürürük. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.